Maşını niyə satırsan? Taksi işləmirsən sən. Bir dənə buranı çölü, divarı, içərinin remontuna görə adam maşın satar. Ben ağarım ya, pul yoktu. Bilirsən, mən sana o gündə dedim, keçən səfərdə dedim, qaqaş, mən nətər remont elədim, nətər çıxıb. Ha, kredit deyirdin, o nə idi? Gör nə elədim, apardım, məndə axı şeydi, qazeldi. Qazel sürürəm də, yük ora bura. O qazeli satsam mən qalacam belə, nə elədim, o avtokredit yoxdur, onu da uşaqlar mal dedi. Apardım 20 dəqiqə, qazelimi saldım orada kreditə, pul götürdüm, evi də remont elədim, hamamı da qəşşək remont elətdirmişəm, çöldə gördün ağlay. Qazel də özündə dindi. İndi maşın da özümdədir, görmüsən işləyirəm. Yox işte öyle. Abi onlarda nə tərdi? 20 dəqiqənin içində maşın sallar kreditdən, maşın qalır özündə, nömrəsi də dəyişmir. Özdə bilsən nə? Luboy maşın ha. Kimin öz sürdüyü maşın var, sata bilmir, təcili pul lazımdırsa, geçsin orada 20 dəqiqə, kreditdə salsın, pulunu götürsün. Özdə pulu bay götürsən, gəlin aydan ödəyirsən. Süper, eyvallah. İndi mən deyirəm ki, abi, bunun bel ancaq yolu budur. Bəs sana. Heç nə onda. Gedək məni köməklə o 20 dəqiqəsi götürüb gedək. Ha, gül.